Qiymət artımından sonra qızıl bazarında keyfiyyətsiz və saxta zinət əşyalarının dövriyyəsi çoxalıb. Ucuz qiymətə qızıl satanlar indirimi adı ilə saxta qızılı reklam edirlər. Sual yaranır ki, artımı dünya birjasından asılı olan zinət əşyası necə daha ucuz təklif edilə bilər? Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbas Quliyevin sözlərinə görə qiymət artımı alıcını ucuz varianta yönəldir, lakin istehlakçı əslində aldadılmış olur. Onun fikrincə, zərgərlik bazarının təxminən 80% toy nişan üzərində qurulub. Bu qərar da alıcıların yüksək məbləğdə zinət əşyası alıb bir gün sonra geri qaytarma hallarının qarşısını almaq məqsədi daşıyır. Qurum rəsmisi bildirib ki, bu yalnız vətəndaşın çek və ya qəbz tələb elədiyi halda mümkün ola bilər. Lakin təəssüflər olsun ki, çox zaman alıcıya zinət əşyalarının sertifikatı və ya ödəniş qəbzi təqdim olunmur. Mütəxəssis onu da qeyd edir ki, qısa zamanda anti-hisar və istehlak bazarına nəzarət Dövlət Agentliyinin nəzdində məhz qeyd olunan hallarla bağlı prosesi icra eləyəcək bir qurum da yaradılacaq. Bununla da saxta qızıl satışının qarşısı alınmış olacaq.